Dəmir preparatı qəbul edənlər bunu bilməlidir. Dəmir çatışmamazlığı üçün müalicə alırsınızsa, preparatı ən azı qəbul etdiyinizin ən azı preparatın özü qədər vacibdir. Birinci məqam. Dəmir preparatını çay və ya qəhvə ilə birlikdə qəbul etməyin. Bu içkilər dəmirin sorulmasını azalda bilir. Mümkünsə çay və qəhvəni dəmir qəbulundan ən azı 1-2 saat əvvəl və ya sonra istifadə edin. İkinci məqam. Bir məqamı da unutmayın. C vitamini dəmirin sorulmasının artırılmasına kömək edir. Buna görə də bəzi hallarda dəmir preparatları C vitamini ilə birlikdə tövsiyə olunur. Üçüncü məqam. Dəmir preparatlarından nəticə almaq üçün müntəzəm istifadə vacibdir. Bir neçə gün qəbul edib sonra dayandırmaq gözlənilən effekti verməyə bilər. Unutmayın, preparatların istifadəsi ilə bağlı bütün qərarlar həkim və ya əczaçı tövsiyəsinə uyğun olmalıdır.